Bu hədisi çox eşitmişsiniz də, əlini kəsdirib Həzrət Əli bir şəxsin. Oğurluq eləməyin cəzası barmaqların kəsilməyidir. Barmaqların kəsib qanı axa-axa gedir. Xəvarizdən biri də deyir ki, nə yaxşı vaxtdır ki, bundan əlinin əleyhinə bir söz. Bunların işi gücü buydu da bədbəxtlərin. İnsan nə qədər bədbəxt olsun ki, ömrünü Həzrət Əli ilə mübarizəyə sərf eləsin. Nə qədər bədbəxt olsun insan. Deyir, yaxşı məqamdır da gedim əlinin əleyhinə bir söz alım. Deyir ki, qan içində gedir, deyir, əlvi kim kəsdi? Deyir, möminlərin sərvəri, təqvalıların imamı, başlayır tərifləməyə. Qiyamət üzü ağlarının rəhbəri, Peyğəmbər vəsilərinin ən üstünü. Bunun elə bil ki, başına qaynar su tökürlər. Gəlir Həzrət Əliyə deyir ki, dəli eləmisən cəmaatı, divanə eləmisən. Əlini kəsmirsən, səni tərifləyir. Həzrət Əli deyir ki, bəs bu hədisi Peyğəmbərdən eşitməmsən? Peyğəmbər mənə buyurub ki, ya Əli, Ləv zərəbtə xəyşuməl mümin. Deyir, əgər qılıncınla müminin burnunun üstünə vursan, səndən dönməz. Burnunun üstünə vursan, indi deyirlər ki, alimlərin bəzi deyir ki, o ən adam əsəbləşdirən bir şeydir də. Ora zərbə dəyəndə adam əsəbləşir, itirir də özünü. Deyir, hətta o cürdə vursan, səndən dönsün, səndən dönməz. Və münafiqi bütün dünyanı bir loxma eləyib, münafiqə versən, yedizdirsən, yenə də səndən dost olmaz. Özü öldürməklə deyil, hər bir adam tayını tapacaq.